Bu son dövrlərdə, bax, siz də dediniz iş yorğunçuluğu, son dövrlərdə mən istəyirəm bugünkü müsahibəmizi tamamilə anadan gəlmə ürək qüsurları ilə bağlı eləyək. Son dövrlərdə siz uzun müddətdə artıq bildiyimə qədər 30 ilə yaxın da bir uşaq kardioloqu olaraq çalışırsınız. Son dövrlərdə əvvəlki dövrlərə nisbətən uşaq anadan gəlmə qüsurları artıb bu, yoxsa azalıb bu? Statistikalar hansı yerdədir bunlar? Artıq 33 illik həkiməm. Onun 22 ili uşaq kardiologiyada keçirdik. Yəni oradan da 22 illik təcrübəni axtarsaq, son zamanlar anadan gəlmə ürək qusuru uşaqlar sayı dünyada və bizim ölkədə artır. Çünki bilinen faktla əlavə, hər zaman demişəm, yenə təkrar edəcəm, Covid ekləndi, yəni kimyasal maddələrin çox tükənməsi, onlar ekləndi, əlavə olundu. Ancaq onun dışında da bildiyimiz 13 faktor var idi ki, anadan gəlmə ürək qusurunun oluşmasına. Bunlar da bunun üstüne gəlincə və təəssüf ki, olaraq anadan gəlmə ürək qusuru uşaqlarda sayı artıb. Mində 7-8 arasında seyr etməkdədir. Bu yəni, çox gəlişmiş ölkələrdədir, yəni orta səviyyə ölkələrdə yenə də mində 7.8 arasında seyr edir. O da az bir rəqəm deyil. Yəni çox inkişaf eləmiş ölkələrdə daha çoxdur. Çox inkişaf eləmiş ölkələrdə 6-7%, mində 6-7% gedir. Ancaq orta kateqoriyada, yəni ikinci dərəcəli inkişaf eləmiş ölkələrdə 7-8 arasında, yəni 1-2% daha çox təəssüf ki, görülməkdədir. Yəni çox ciddi fərq yoxdur əslində arada. Demək olar yox.